Böyük güzəşt. Bu şəxslərin hərbi xidmət müddəti qısa və maaşlı ola bilər. Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmət zamanı qısa müddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunması təklif edilib. Report xəbər verir ki, bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxış edib. O qeyd edib ki, tibb fakültəsi məzunlarının hamı kimi hərbi xidmətə cəlb olunması onların şəxsi karyerasına və səhiyyə sisteminin davamlılığına təsir göstərir. Hesab edirəm ki, biz Türkiyədəki, İsraildəki, Cənubi Koreyadakı yeni yanaşmaları tətbiq eləməliyik. Buradakı yanaşma odur ki, tibb fakültəsi məzunlarının hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunur. Məqsəd kiməsə güzəşt eləmək deyil, dövlətin ehtiyaclarını daha ağıllı şəkildə qarşılamaqdır. Bunun sayəsində ordu real tibbi xidmət qazanacaq, dövlət isə kadr itirməyəcək.